Masallıda bıçaqlanma hadisəsi baş verib. Hadisə nəticəsində rayon polis şöbəsinin əməkdaşından müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə bugün saat 12:30 radələrində Masallı şəhər ərazisində baş verib. Rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Ariz İsmailov xidmətdə olarkən bıçaqlanıb. Ruslan adlı şəxs tərəfindən 2 bıçaq zərbəsi endirilən yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində 3 saatdan artıq əməliyyat aparılıb. Döş qəfəsinin sol yarısının kəsilmiş, deşilmiş yarası diaqnozu ilə daxil olub. Dərhal əməliyyat stoluna götürülüb. Xəstə ilkin müayinədən sonra əməliyyat olunub xəstəyə torakotomiya, ağciyər zədəsi tikilib, döş qəfəsi drenlənib və xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Zəng olundu ki, oğlunuz mübahisə edib bura gəlin. Gəldim, gördüm ki, bu vəziyyətdə xəstəxanadadır. Masallı rayon prokurorluğundan verilən məlumata görə hazırda faktla bağlı heç kim saxlanılmayıb. Araşdırmalar davam etdirilir. Vüqar Əliyev, Sami Sadıqov, Elvin Habiloğlu, Space Masallı.